Çinarə, sabahınız xeyir olsun. Bəli, sənin də vurğuladığı kimi lokal xarakterli antiterror tədbirlərindən və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdiyindən artıq 2 il ötür. Qeyd eləmək istəyirəm ki, 2023-cü ilin bu günündə Azərbaycan tərəfindən bir əməliyyat keçirildi. Bu əməliyyat keçirilməsinin əsas səbəbi də ondan ibarət idi ki, məsələn, əməliyyat gününə qədər Ermənistan tərəfindən Azərbaycana qarşı davamlı olaraq təxribatlara əl atılması, ərazilərin minalanması və kəşfiyyat xarakterli hillə əməllərinin ortaya qoyulması idi və onların yerləşdirdikləri mina nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları minaya düşdü və bundan sonra isə dövlət qulluqçuları tərəfindən də minaya düşən, həlak olanlar və xəsarət alanlar oldu. Təbii ki, bu istiqamətdə Müdafiə Nazirliyindən hər dəfə bəyanatlar irəli sürülürdü ki, Ermənistan üç tərəfli bəyanata əməl etməli və onun qaydalarına riayət etməlidir. Əks təqdirdə cavab tədbirləri görəcək. Yenə də Ermənistan öz hiyləgər əməlindən əl çəkmirdi və Azərbaycana qarşı müxtəlif tədbirlər həyata keçirməyə çalışırdı və buna görə də Azərbaycan qarşılıqlı olaraq əməliyyata başladı və 19 sentyabr tarixi təxmini olaraq saat 13:00-da başlanan əməliyyat 20 sentyabr 13:00-a qədər tam formada yekunlaşdı və qeyd etmək istəyirəm ki, bu yekunlaşma prosesindən sonra dövlət başçısı Prezident İlham Əliyev çıxış etdi və çıxışı zamanı vurğuladı ki, Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan bu kimi hilələrdən, həmlələrdən əl çəkməlidir, əks təqdirdə cavab tədbiri görüləcək və Azərbaycan ordusu həqiqətən də görünməz bir formada cəmi 23 saat ərzində hissəyinə nail oldu. Ancaq burada bir məqamı diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan ordusuna qəti formada tapşırıq edilmişdi ki, mülki vətəndaşlar, mülki obyektlər hədəfə alınmayacaq. Sadəcə hərbi obyektlər, hərbiçilər hədəfə alına bilər və bu istiqamətdə də uğurla nəticələndi və həmin Ermənistanın əsasən də qondarma rejimin nümayəndələri tərk silah edilməli və silahlarını Azərbaycan tərəfə təhvil verməli və əraziləri tərk etməli idilər və onlar təbii ki, güc göstərə bilmədilər, silahları və özləri tükəndilər və buna görə də ağ bayraq qaldırmağa məcbur oldular. Həmçinin 44 günlük vətən müharibəsində də eyni tendensiya baş vermişdi və Azərbaycan beləliklə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi və qeyd eləmək istəyirəm ki, Azərbaycanda, Qarabağ ərazisində erməni əsirli vətəndaşlar var idi ki, onlara da heç bir təxribat törədilmədi və onların təhlükəsizliyi tam formada Azərbaycan tərəfindən təmin olundu və Azərbaycan öz humanist davranışlarını irəli sürdü. Qeyd etmək istəyirəm ki, bundan sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra orada qondarma Qarabağ rejimini idarə edən şəxslər var idi ki, onlar da Azərbaycan ordusu tərəfindən saxlanıldılar və hazırda da aylardır ki, onların məhkəmə prosesi Bakı şəhərində həyata keçirilir, onların dindirilmə prosesi həyata keçirilir və şahid olmuş şəxslər də qulaq asılır, onların başına gətirilən işgəncələr barədə ətraflı məlumatlar təqdim olunur. Və oktyabrın 15-i tarixində Azərbaycan prezidenti Xocalıya, Xankəndiyə üz tutdu və orada Azərbaycan bayrağının dalğalandırılmasında iştirak etdi və noyabrın 8-i 2023-cü ildə Zəfər günündə Xankəndidə parad keçirildi. Paradda ölkə başçısı Prezident İlham Əliyev, Mehriban xanım və onların oğulları Heydər Əliyev də iştirak etdilər və Azərbaycanın həqiqətində nə qədər güclü dövlət olduğunu bir daha dünyaya nümayiş etdirdilər və onu da qeyd etmək istəyirəm ki, ölkə başçısı məhz həmin gündən bağlı sərəncam imzaladı və sərəncama əsasən 20 sentyabr tarixi Xocalı Xankəndi günü eyni zamanda dövlət suverenliyi günü kimi artıq qeyd olunur. Bu da ikinci il dönümüdür. Çatdıracağım məlumatlar bundan ibarətdir və onu da xatırlatma eləyim ki, antiterror tədbirləri zamanı çox təəssüflər olsun ki, 192 şəhidimiz oldu və onların da ailələrinə səbirlər diləyirik və təbii ki, onların da ruhu şaddır. Çünki Azərbaycan tam formada ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş ölkədə. Çatdıracağım məlumatlar xronoloji ardıcılıqdan hələlik bundan ibarətdir və sözü yenidən sən ötürürəm.